Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV yenə öz missiyasına sadiq qalaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən canlı döyüşlərdə canlarını fəda etmiş şəhidlərin qarşısında hər zaman istər şəhidlərimiz, istər onların ailələri qarşısında baş əyirik. Qazilərimizə də Allahdan şəfa diləyirik və bu missiyada da olan bütün iş adamlarını, istər şəhid ailələrinə, istər qazilərə, istər müharibə veteranlarının qayğılarında duran, qayğıkeşliyinə görə öz əməklərini əsirgəməyən iş adamlarından daim mütəmadi qaydada maraqlanmaqla bağlıyıq və bu missiyamız ərəfəsində də bizim Mingəçevir şəhərində yerləşən ərazidə nümayəndəmiz Nəzakət xanımın siması əsasında Nəzakət xanımın öz dünya görüşlüyü əsasında Yaqut xanımla tanışlıq oldu və Yaqut xanımın hansı qayğılarla, nə kimi sahələrdə qulluğunla bağlı maraqlandıq və maraqlananda gördük ki, Yaqut xanım az təminatlı ailələrin, qazilərin, şəhid ailələrinin və bir çox imtiyazlı olan ailələrin, yəni ki, xəstə uşaqlar da olsa belə onların hər zaman qayğılarında olub, maraqlandıq və bu təcrübə əsasında da belə qərara gəldik ki, bizdə kadrlar şöbəsində çalışan, kadrlar şöbəsinin müdürü Fəridə xanımla birgə oturduq, fikirləşdik və şəhid ailələri və qazilərlə işbirliyində də Zeynəb xanımla da məsləhətləşdik və əl-əxsusda əməkdaşlarımızın əksəriyyətinlə maraqlanıb məsləhətləşdik ki, Yaqut xanıma bizim idarənin 102 Xəbər Info və Inform Xəbər TV-nin fəxri mükafatını, fəxri diplomunu tərtib edək və təqdim edək. Bunun simasında da Yaqut xanıma telefon əlaqəsi yaratdıq və bizlərin dəvətini qəbul etdiyinə görə şəxsən öz adımdan, kollektiv adına minnətdarlığımı bildirirəm. Sizə bu işlərdə, necə deyərlər, bu Azərbaycan mədəniyyətinin, Azərbaycan multikulturalizminin, Azərbaycanın heykəltaraşlığının və əl-əxsusda görülən işlərin sayəsində sizə yeni nailiyyətlər, iş uğurları arzulayırıq və bizim adımızdan kiçik də olsa, böyük bir vətənpərvərlik mövzusunda çalışdığınıza görə bizim adımızdan şəxsən bizim özümüzün redaksiyanın ərz elədiyi Inform xəbərin dövlətçiliyə xas olan prezidentimizin bütün regionların iqtisadi inkişafından bəhs etdiyi jurnal kitabı sizə hədiyyə edirik və bununla bərabər də sizə fəxri diplomumuzu tərtib edirik. Təşəkkür edirəm dəvətiniz üçün Azər müəllim. Minnətdaram həqiqətən. Bu mənim üçün böyük bir fəxirdir, həqiqətən. Təşəkkürkarlığı Fəridə xanım irəli sürübdür. Bəli, bir də xeyirxah işlərinizə görə həm öz kollektiv imzalanan və vətəndaşlarımıza böyük təşəkkür edirik. Mən təşəkkür edirəm. İnşallah sağ olun. Allah sizə göz qüvvət versin. Sağ olun, Allah razı olsun. Mən də 5 ildir şəhid analarının yanındayam. Mənim 3000-dən artıq əl işlərim şəhid ev muzeylərindədir. Yəni mən vətənpərvər bir insanam, sevə-sevə bu işləri görürəm. Özüm də Dəmir Yumruq İctimai Birliyin birinci müaviniyəm Mingəçevir üzrə. Sizə də dərin təşəkkürümü bildirirəm ki, sizin bu kadr, bu görüntülər İlham müəllimə də yönləndiriləcək Mingəçevir şəhər icra hakimiyyəti başçısına. Təşəkkür edirəm, çox sağ olun, var olun, minnətdaram. Sağ olun. Sağ olun. Sağ olun.